Gece korkusu. Bir iki komentler gelmişti, onları okumuştum. İçine kamaz girdi neydi? İlk gece korkusu birçok kadında baş veren bir hadisədir. Çünkü ətraflarındaki insanlar ilk gecədəki cinsi əlaqənin çox ağrılı olduğundan onlara danışırlar. Bəli, ilk gecədə olan cinsi əlaqə ağrılı olur. Çünkü burada ağrının təməlində duran şey qızlıq pərdəsinin yırtılması ilə baş verən ağrıdan çox həmin o ağrı qorxusunun verdiyi vagina zəllərindəki spazma bağlı olaraq ağrı olur. Hətta bəzən cütliklər deyirlər ki, penisi içəriyə salsaq da irəlilətmək mümkün deyil, sanki bir maniyə var. Əslində isə vaginanın dış 1/3 əzələsi spazm nəticəsində yığıldığı üçün qıf şəklində yığılır. Ona görə də penisin irəliləməsi mümkün olmur. Bəli, ilk gecə, ilk toy gecəsində, yəni bizim cəmiyyətdə toy gecəsi olur, xaricdə ilk gecədə olur. Ağrılı olur. Ancaq bu ağrı sürəyən bir ağrı deyil. Yəni ki, ilk girişdə bir ağrı olub, davamında ağrının sönməsi olur və ağrı davam eləmir. Bəzi insanlarda isə bu ağrı qorxusu o qədər olur ki, vaginizm xəstələrində onlar girişə icazə vermirlər. Bunlar hətta dəfələrcə yoxlamalarda, cəhdlərdə, toy gecələrinin sonrasında da yoxlamalarda cinsi əlaqəyə imkan vermədikləri üçün artıq bizimlə terapiyaya başlayırlar və vaginizm terapiyada tam həll ola bilən bir prosesdir. Yəni vaginizm müalicə etdiyimiz bir çox xəstəmiz daha sonrasında hamilə